Allah cəm şəhidlərimizi rəhmət eləsin. Bugün şəhid qardaşımızın mövlududur. Mövludun mübarək olsun. Allah İmam Hüseynin ayrı salmasın. Siz də sağ olun ki, çəkib işıqlandırırsınız. Allah kömək olsun. Çox sağ ol. Qurbanımızın mövludu mübarək olsun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah İmam Hüseynindən ayrı salmasın. Sağ ol inşallah. Allah kömək olsun. Var olasın. Allah bir qarbalamızın mövludun mübarək eyləsin. Şəhidlərimizə Allah rəhmət eləsin. Atasına, anasına, qardaş bacılarına sağ-salamat can arzulayıram və bunların həyatında toyulmağını arzulayıram. Çox sağ ol. Allah qarbalamızın 5-ci mövlüdü mübarək eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhid valideynlərinə Allah səbir versin. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Var olasın. Bugün qarbalamızın mövlüddəki 5-ci il dönümüdür. Allah'ın mövlüdü mübarək eləsin. Allah onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Allah bu şəhid balaları Kərbala şəhidlərindən, onların ömrüsündən ayrı salmasın. Bu qarbalamızın atasına, anasına, yaxınlarına böyük səbir diləyirəm. Allah onlara səbir versin, Allah ordumuzu qorusun. Bayrağımızı bayraqlar içərisində ən uca zirvədə dalğalandırsın. Amin. Allah sənin də canı sağ eləsin, çəkişir. Çox sağ ol. Bugünkü qarbalamızın mövludunu təbrik edirəm. Atasına, anasına səbr diləyirəm. Cəm şəhid atalarına, analarına səbr diləyirəm. Allah dövlətini saxlasın, Allah hükümətini saxlasın. Allah bayraqlardan uca olsun bayrağımız. Var Sağ olsun. ol, çox sağ olsan da Allah köməyin olsun, çəkirsən, işıqlandırsan. Borcumuz. Sağ ol, sağ ol. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən fikirləşdim, həm qorxusuyam, həm də şəhidimizin müəllim olmuşam. Və bir müəllim kimi həqiqətən də o şəhidimizin tərbiyəli, əxlaqlı bir övlad olduğunu mən o vaxtda uşaqlığımda görmüşdüm. Və fəxr edirəm ki, belə bir şəhidin müəllim olmuşam. Burada şəhid valideynlər işləkirlər. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Amin. Valideynlərin hamısına səbir diləyir. Amin. Allah onlara can sağlığı versin. O birisi övladlar bu xeyirlərini görsünlər. Amin. Güzel kişi. Allah cəmi şəhidlərimizin zəhmətli eləsin. Ruhlarını şad eləsin. Qarbalamızın 5-ci mövludu mübarək olsun. Ata-anasına can sağlığı versin. Qazilərimiz də iştirakçılarımız da cəfəd olan qolalarımız Allah düşmən gülləsindən uzaq eləsin. Amin. Minnətdarlıq olsun. Amin. Bugün biz Fikirəkədə yarışmamızın səbəbi kəşfiyyatın kəsən qılıncı olan mübarək. Bunun haqqında heç kim hesab bilmir. Hər bir şəxs kimi bu şəxslər öz sözünü döyüşdə deyir. Əsasən də kəşfiyyatda. Kəşfiyyat elə bir şeydir ki, orada oran qanunu var. Orada necə lazımdır hərəkət etmək lazımdır. Mən şəxsən onunla fəxr edirəm ki, onun haqqında deyilən şeylər, onun haqqında baxdığımız videolar həqiqətən də o bilətxanın adına ən uca nöqtəyə qalmışdır. Amin. Bugün bizim borcumuz düzdür. Burada şəhidin yanında olmaq, ona səbir diləməkdir. Deyirsiniz ki, Allah şəhidlərə rəhmət edir. Şəhidə rəhmət söhbətini deməyin. Buna deyilir. Bugün də buradadılar. İstədiyi adam da gətirə bilər. Quranda da var. Orada da ki, onun yeri yurdu bəllidir. Şimdi biz orada nə cavab verəcək yolun qarşısında da onu deyə bilmərəm. Şəhid Allah sənə səbir versin. Yoldaşıma da, ətrafında olanlar. Allah bütün şəhid atalarına səbir versin. Şəhidlərin də ruhu şad olsun. Şad olmalı ki, bizdən olsun. Elə hərəkət eləməliyik ki, həmişə şəhidin ruhu şad qayıtsın Allah. Fərq yox. Allah ona səbir versin. Buyur əşək olsun. Allah cəmi şəhidlərimizə rəhmət edin. Yerləri cənnət olsun, ata-anasına səbir versin. Amin. İmam Hüseynindən ayrı salmır. Allah üçün də köməyə olsun. Təşəkkür. Sağ olun. Allah şəhidlərimiz rəhmət eləsin. Atasına, anasına uzun ömür can sağlığı versin. Biz bu qapıya xeyir işlər üçün gəldik bundan sonra. Amin. Sağ olun. Təşəkkür.
Allah şəhidlərimizin öldürəsən, ruhları bir daha inşallah olsun. Bu Vüqar qardaş mənim iş yoldaşım oldu. Yəni bir yerə xidmət eləmişdi. O elə bir yol idi ki, biz kurs dairə sözünə qüvvət, yəni kəşfət elə bir təlimdir ki, yəni döyüşün ümumiyyətlə hərbinin onu da tutur ümumiyyətlə. O həm ne bileyim kurslarda, təlimlərdə, döyüşlərdə öndə gedən qardaşlardan biridir. Yəni göz qabağındaydı. Və ona görə də elə zirvəsi, şəhidli zirvəsi oldu. Allah rəhmət eləsin, Allah şad olsun. Onsuz olan ruhu şaddır. Allah ailəsinə bir daha səbir versin. Amin. Sağ ol. Var.